Əslində insan həyatıyla əlaqədar olan bütün qərarlar cəmiyyət tərəfindən təbii ki, təqdirə layiq formada qarşılanır. Xüsusilə həkimlərin qurbanı olan insanların sayının son illər bu qədər artması insanlarda həkimlərə qarşı ciddi bir narahatlıq, güvənsizlik yaradır. Son hadisələr də göstərdi ki, xüsusilə estetik əməliyyatlar sahəsində, estetik həkimlər sahəsində çox ciddi problemlər və boşluqlar var. Ümumiyyətlə ali savadı olmayan, nəinki tibb savadı, heç ali savadı belə olmayan insanlar həkim kimi əməliyyat eləyir, insan orqanizmi üzərində əməliyyatlar icra edir. Yəni insanlar özlərini bu qədər haqlı görə bilirlər başqasının bədəninə müdaxilə eləyərkən. Biz son hadisələrdə də yaşadıq. Hətta mətbəxdə belə tibbi əməliyyat icra eləyən o dırnaqarası həkimlər var bizim bugün səhiyyəmizdə. Onlar aşkarlanır, tutaq ki, haqqında bir ölçü götürüləcəyi barədə cəmiyyətə məlumat verilir. Lakin heç bir ölçüdən sonra söhbət getmir. Uzağı bir xəbərdarlıqla lisenziyasının ləğv edilməsi barədə bir açıqlama ilə ötüşdürülür vəziyyət. Sonra məlum olur ki, hətta insan ölümünə səbəb olduğuna görə həbsə düşən keçmiş həkimlər belə bugün həkimlik eləyə bilir. Başqasının həyatına zərər verən, ölümünə səbəb olan insanlar belə heç nə olmamış kimi növbəti dəfə başqa bir xəstəyə müdaxilə eləyə bilir. Abortlar məsələsində də belədir. Azərbaycanda abort məsələsində ciddi bir özbaşınalıq var, qanuna uyğunsuzluq var. Ümumiyyətlə, abort icra edilərkən qadınların öz həyat yoldaşlarından icazə alma kimi bir öhdəliyi yoxdur. Elə başından məsələ burada problemlidir. Yəni, o uşağın həyatı üstündə hər iki valideyn söz sahibidir. Qadın öz yanından, ərindən icazəsiz abort həyata keçirirsə, bax, problem buradan başlayır. Həkimlər atanın icazəsini tələb eləmirlər. Çünki bununla bağlı hər hansı bir qadağa yoxdur bizim ölkəmizdə. Həkimlər ümumiyyətlə 13-cü həftədən sonra abort eləməyin məsuliyyətlərin barədə də düşünmürlər. Halbuki qanunla qadağandır. 13-cü həftədən sonra abort edilərsə, yalnız bir halda aborta icazə verilir, ananın həyatı təhlükədədirsə. Əgər belə bir problem yoxdursa, 13-cü həftədən sonra edilən abort, selektiv abort sayılır və bu kimi vəziyyətlərdə də qanun müdaxilə eləməlidir. Mən çox istəyərdim ki, qadınların ildə bir dəfə, 6 ayda və yaxud da ki, ildə bir dəfə kontraseptivlə təmin edilməsi sığorta daxilində həyata keçirilsin və yaxud da ki, qadın məsləhətxanalarında bununla bağlı xüsusi bir layihə işlənilsin ki, arzu olunmayan hamiləlikdən qorunmaq istəyən qadınlar ora müraciət eləsin və ödənişsiz kontraseptiv əldə edə bilsin. Əslində, abortun icra edilməsi zamanı qadının ödədiyi məbləğə 3 il davamlı olaraq kontraseptiv əldə eləmək olar. Amma niyəsə qadınlar bu məsələdə o qədər də istəkli deyirlər. Kontraseptivin əldə edilməsi, istifadəsi məsələsində istəkli deyirlər. Əvəzində 6 ayda, 5 ayda bir dəfə aborta getməyi daha məqbul hesab edirlər. Abort cinayətdir. Abort insanlığa yaraşmayan hərəkətdir. Əgər qadının həyatı üçün təhlükə yoxdursa və ya körpənin sağlamlığı baxımından ciddi bir hədə yoxdursa, abortun edilməsi insanlıqdan kənar yəni hərəkətdir. Elə zənn eləyirəm ki, bu məsələdə həkimlərin öz məsuliyyətini dərk etməkləri, ha belə qadınlara arzu olunmayan hamiləlikdən qorunmaq üçün lazımı qədər dəstək göstərilsə, abort məsələsində də statistikanı zəiflətmək mümkün olar.